Göyçay rayonunun Ləkçılpaq kəndində bir ailə illərdir informasiya blokadasındadır. Vətən müharibəsi iştirakçısı Bəhruz İbrahimovun ailəsi yaşadığı ünvana internet xətti çəkilmədiyi üçün təhsilə, xəbərə çıxışda ciddi çətinliklərlə üzləşir. Mən Azərbaycan Respublikasının vətəndaşı, Göyçay rayonu Ləkçılpaq kənd sakini İbrahimov Bəhruz Ərzxanoğlu. 2 ildir ki, bizim kəndə, eləcə də ətraf kəndlərə, qonşu kəndlərə internet xəttinin çəkiliş həyata keçirilir. Mən də bir vətəndaş olaraq müraciət elədim və gözlədim ki, təbii ki, internet xətti çəkiləcək. Lakin üstündən 2 il keçməyinə baxmayaraq, yəni bu internet xəttinin çəkilişi həyata keçirilmədi. Atam Əfqanıstan eyni zamanda 1-ci Vətən müharibəsində də iştirak edib, özüm 2-ci Vətən müharibəsində iştirak eləmişəm. Hər ikimiz veteran statusu daşıyırıq, yəni medallarımız var. Cənab Prezidentimizin tapşırdığı kimi müharibə iştirakçıları heç bir sahədə incidilməməlidir. Ətraf evlərdə internet olsa da, bu ailə xidmətdən kənar qalıb. Onlar bununla bağlı dəfələrlə aidiyyatı qurumlara, rabitə şirkətlərinə müraciət eləsələr də, sualları cavabsız qalıb. Əgər mən bu ölkənin əsgəri olmuşamsa, torpağını qorumuşamsa, bəs indi niyə informasiyadan, təhsildən, dünyadan bu qədər uzaq düşməliyəm, deyə Bəhruz haqlı olaraq sual eləyir. Səbəb bizim yaşadığımız ünvanın yol kənarından bir qədər aralıda, uzaqda yerləşməyini göstərdilər. Bəli, təbii ki, bu döyüşə çağırılan zaman, müharibəyə çağırılan zaman məndən soruşmadılar. Sən uzaqda yaşayırsan, yaxında yaşayırsan, yəni yaşadığın ünvan soruşulmadı məndən. Ancaq bugünkü günü bir vətəndaş olaraq öz hüquqlarımı tələb etdikdə, yəni hansı ki, vətən müharibəsi iştirakçısı deyil, sadə bir vətəndaş olaraq əhaliyə göstərilən internet xidmətindən mən də yararlanmaq istəyəndə mənə səbəb kimi məsafənin uzaqlığın, yəni yol kənarından uzaq olduğumu səbəb göstərirlər, səbəb gətirirlər. Onu da qeyd eləyək ki, Bəhruz İbrahimovun atası Əzizxan İbrahimov da həm Əfqanistan müharibəsinin, həm də 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır. Vətən uğrunda canından belə keçməyə hazır olan bu ailəyə qarşı göstərilən etinasızlıq onlara haqlı olaraq çox üzür. Bütün kəndin hər yerinə internet çəkilib, qonşu kəndlərə çəkilib. Sadəcə olaraq bizim məsafəmiz uzaq olduğu üçün bizə təxmiklər. Biz də istəyirik ki, bu internet çəkilsin və istədiyimiz şəkildə pulunu da ödəyəcəyik, hər şeyini ödəyəcəyik. Demədiyimiz yer qalmayıb, getmədiyimiz yer qalmayıb. Gəlirlər dəfələrlə, baxırlar, gedirlər, baxırlar, gedirlər. Hələ də gedir, indi də gedir. Hələ bir məlumat yoxdur. Məsələ ilə bağlı Aztelekomla dəfələrlə əlaqə saxlasaq və ünvanı dəqiq versək də bizə bildirdilər ki, həmin şəxsin əlaqə nömrəsi bizdə olmazsa, biz sizə heç cür köməklik edə bilməyəcəyik. Ümid edirik ki, sujetimizə baxıb vətəndaşa kömək eləmək istəyərlər. Məsələdən yayınmaq, vətəndaş şikayətlərinin mediada çıxmasına mane olmaq istəmədiklərini düşünürük. Hər halda biz belə düşünürük. Pozitiv olmağa çalışırıq. Vətəndaş isə bizim sujetimizə, yəni öz şikayətinə belə baxa bilməyəcək. Gördüyünüz kimi internet xəttinin bastırılıb, yəni bura qədər də internet xətti çəkilib. Yəni kənd sakinlərinin hər birisinə internet xətti çəkilib, hər birisi internet xətti ilə təmin olunur. Lakin mən təəssüflər olsun ki, bu xidmətdən yararlana bilmirəm.